Karşınızda Ceyhan Quluzadə. Bəli, mən Quluzadə Ceyhun, Tiyanşi brendinin məlumat meneceriyəm. Bugün sizə müxtəlif, İmkan verəcəksən mən danışım. yaxşı buyur. Bəli, bugün sizə sırf bizim məhsulların hansı problemlərdə və nə formada istifadə olunması haqqında bir neçə əsas məqamları izah edəcəm. Əgər siz də bizim məhsullarla bağlı daha geniş məlumat əldə etmək istəyirsinizsə, bu videonu sona qədər izləyin. Ümumiyyətlə, Tiyanşi brendi artıq 23 ildir ki, Azərbaycanda fəaliyyət göstərir və bizim vəzifəmiz insanlara, cəmiyyətimizə sağlamlıq bəxş etmək, sağlamlığı qoruma konsepsiyası adı altında fəaliyyət göstəririk və bizim vəzifəmiz bugün şərq təbabətini, qərb təbabətindən fərqini və hansı ki, orqanizminizi öncədən xəstələnmədən qoruma yollarını sizlərə ətraflı şəkildə izah etməkdir. Çünki xəstələndikdən sonra həm maddiyyat baxımından, həm can sağlığı baxımından daha çox əziyyət çəkmiş olursunuz. Amma sağlamlığı qoruma uşaq yaşlarından və yaxud gənc yaşlarından və yaxud probleminizin yaşından asılı olmayaraq problemin başlama dərəcəsində qarşısını alsanız, bu həm sizi gələcəkdə daha ciddi xəstəliklərin qarşısını almağa, həm də maddiyyatınızı qorumağa imkan verəcək. Əgər siz də sağlamlığınızı təbii şəkildə qorumaq istəyirsinizsə və heç bir probleminizin yaranmamasını və yaxud varsa onun irəliləməsinin qarşısını almaq istəyirsinizsə, şərq təbabəti məhsulları yolunuzu gözləyir.